Noyabrın 13-də ABŞ-nin İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib. Tədbirdə ABŞ-nin İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin nümayəndə heyəti və dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah-Şükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər. Mərasimdə 12 Həvari Kvorumunun üzvü David Bednar, 70-lər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Jack Gerard, Sterling Fondunun prezidenti və idarə heyətinin sədri Miles Hansen, həmçinin 70-lər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə Kvorumunun üzvü Paul Pickard nümayəndə heyəti üzvü kimi iştirak ediblər. Qeyd edək ki, İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsi 2024-cü il iyulun 10-da dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır. Tədbir zamanı kilsənin Bakı ofisinin açılması iki ölkə arasında dini əməkdaşlığın inkişafına, həmçinin Azərbaycanın multikultural dəyərlərinin və dini dözümlülüyünün təşviqinə töhfə verəcək əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Xatırladaq ki, İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsi xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.